15 dekabr 2025-ci il bir təcili xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa 2 saniyə vaxtınız gedəcək. Üstəgəl işarəsinə vurmaqla kanalımıza abunə olun, takip edin. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat istintaq tədbirləri zamanı Balakən rayon icra hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahidoğlu'nun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb. Statinfo xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Müəyyən olunub ki, İslam Rzayev Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə rayon ərazisində təmir, tikinti və abadlıq, quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib. Belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməyib, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb. Faktla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 külli miqdarda mənimsəmə və 311.3.2-ci təkrar rüşvət alma maddələri ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.